Salam dəyərli izləyicilər. Bildiyimiz kimi 2 noyabr OTK 9-cu sinif buraxılış sınağı keçirilib. Bu gördüyünüz PDF-i həm Telegram kanalımızda, həm də WhatsApp qruplarımızda paylaşacaq. İzah bitən kimi, YouTube-a yüklənən kimi, siz izləyən kimi. Demək, şagirdlər həmçinin həmin qruplarımız tamamilə ödənişsizdir və ödənişli, daha doğrusu hədiyyəli yarışlarımız olacaq həmin qruplarda. Qoşula bilərsiniz, faydalana bilərsiniz. Linklər rəy bölməsində olacaq. Keçək birinci sual. ABC üçbucağında AD bərabərdir DC-yə. AD bərabərdir DC-yə. Bu da BD-dir. Uşaqlar, BD mediandır, həmçinin buna bərabər. Deməli, bu düzbucaqlı üçbucaqdır da. Bura 90 dərəcədir. Başqa variant yoxdur. CBD 25 dərəcədir. Bura 25-dirsə, 90-dan 25 çıxanda bura qalır 65. BAC-ni tapın. İndi bu da bərabər yanlı olduğu üçün bura 65-dirsə, burada 65-dir. Cavab olur C bəndi. 32. A üstü N plus 2 çıx 81 vurulsun A üstü N vurğuları ayrı. Uşaqlar, mən bunu belə yaza bilərəm. A kvadrat vurulsun A üstü N çıxılsın 81 vurulsun A üstü N. Mən buradan A üstü N-i çıxarsam qarşıya qalacaq A kvadrat çıx 81. O da bərabərdir. Olacaq A üstü N vurulsun A kvadrat çıx 81-də A çıx 9. A üstə gəl 9 deməkdir. Yəni, hansı variant olur? A çıx 9, A plus 9, B bəndi olur, səhv etmirəmsə. 33. Tənasübdən x-i tapın. Orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. 12 vurulsun 4x çıx 5. Yoldaş da elə yazıb. Yox, elə yazmayıb. Bərabərdir 9 vurulsun x plus 2. 48x çıx 60 bərabərdir 9x plus 18. 9x-i sola keçirdərəm. 48-dən çıxanda qalacaq 39x bərabərdir 78. X də bərabərdir 2-yə. Yoldaş amma cavabı doğru tapıb. Aferin. 33-dən sonra bir şey var mı? 34. A plus B 8 olarsa bu ifadənin qiymətini tapın. Bilirik ki, bax bu ifadə çox sadə sualdır. A plus B-nin kvadratı plus 1-dir. A plus B 8-dir, kvadratı olur 64 plus 1, 65. Yəni A bəndi doğru yazıb. 35. A paraleldir, B paraleldir C və D kəsən olarsa, bucağının dərəcə ölçüsünü tap. Uşaqlar, baxın. Əvvəlcə bu PDF-i göndərənə təşəkkür edirəm. Dünən yəqin ki, paylaşılan videodan sonra görmüşdü. Anında göndərdi. Demək, uşaqlar, hələ ki, doğru cavabları çoxdur. Bilməliyik ki, alfa ilə beta uyğun bucaqlardır. Gamma isə deməli, alfa bir tərəfli bucaqlardır. Deməli, alfa plus gamma bərabərdir 180 olmalıdır. Alfa ilə gammanın biri getdi. 2 dənə beta qalıb. Üstə gəl 2 dənə də gamma. Beta ilə gamma da uyğun bucaqlar, daha doğrusu bir tərəfli bucaqlardır. Onların da cəmi 180-dir. Bu da eləyir 360. Üstə gəl 180. Toplam 540 C bəndi. 36. OC şüası AOB bucağının tənböləndir. Yəni, bax, bu tənböləndir böyük bucağın. OD şüası isə AOC-nin tənböləndir. Yəni, bura x-dirsə, burada x-dir. Bu tərəf 2x olduğu üçün burada olur 2x. AOB də toplamda 140 olarsa COD-ni tapın. 4x bərabərdir 140. X bərabərdir 35. X 35-dirsə buranı soruşur. Bura oldu B bəndi. 37. A həqiqi ədədi üçün A kub bərabərdir 2 olarsa A üstü 6 plus A üstü 6 plus 6-nı tapın. Onu da belə yazaram onda. A üstü 6 plus 6 bərabərdir. A-nın üstü 3. Dəqiqə. Kvadratı plus 6. Bəli. A üstü 3 2-dir. 2-nin kvadratı plus 6. 4 plus 6 eləyir 10. Doğru yazıb A bəndi. Modul A bərabərdir A. Uşaqlar, biz demişik ki, moduldan olduğu kimi çıxırsa müsbətdir. Deməli, A müsbət ədəddir. Moduldan mənfi ilə çıxırsa, deməli, mənfidir. B mənfidir. A müsbət, B mənfi. İfadələrdən hansıları mənfi ola bilməz? Bir də uşaqlar, bu böyük bərabərdir 0, kiçik bərabərdir 0. Yəni 0 da doğrudur.
Baxaq. A müsbətdir. Bəli. B mənfi olsa da kvadrat müsbətdir. Bu heç zaman mənfi ola bilməz. Ya 0-dır ya da müsbət 1. Sonra müsbət ədəd çıxılsın mənfi ədəd. Bu da heç zaman mənfi ola bilməz. 2-dir. 1, 2. 1, 2-dən başqa variant yoxmu? Elə onda cavab A-dır. 3 niyə olar? Olmaz. Mənfi çıx müsbət ədəd. O da mənfi eləyir deyə bu 3 mənfidir. Məsələn 3 həmişə mənfidir. Oldu 1, 2. 39, 45% 90 olan ədədin 30%-ni tapmış. Hala çox sadə bir yolda var. 45% 90-dırsa 30% x belə də tapmaq olar. 45x bərabərdir 90 vur 30. Bundan bu ixtica edir 2 qalır. X də bərabərdir 60. Cavab oldu 60 A bəndi. 40. 2A plus 3B bərabərdir 14 olarsa buna müxtəsər modüsturunu tətbiq eləsəm 2A üstəgəl 3B-nin kənardan kvadratı çıxılsın. Bunların bir-birinə hasilinin 2 misli. 2A-nı 3B-yə vuranda 6AB eləyir. 2 misli də 12AB. Bərabərdir 100. Bu 14-dür. Kvadratı 196. Çıx 12AB. Bərabərdir 100. Buradan 12AB bərabərdir. 196-dan 100 çıxanda 96. AB də bərabərdir 8. Bəli, bunda düz yazıb, afərin. 41. AB 2 rəqəmli ədədi üçün AB bərabərdir 2A plus 5B olarsa B bölü A-nı tap. Mən dünən demişdim, baxın uşaqlar, belə sualların düşəcəyini. 10A üstəgəl B asılı şəklində yazırsınız. 2A üstəgəl 5B. Buradan 8A bərabərdir 4B-yə. B də bərabərdir 2A-ya. B 2A-dırsa B-ni yerinə yazaram 2A bölünsün A. A-lar da 7 qaldı 2. Baxın, dünən dediyim suallardan eyni ilə düşüb. 42. İfadəsinin qiymətini tap. 2 çıxılsın. Baxın, demişdim adi kəsrlərdən hesablama sual düşəcək. Eyni ilə də düşüb. 2 çıxılsın. 9-da 3, o da 3-də 1 eləyir. 2 çıxılsın. 2 bölünsün. 2-ni yerinə yazaram. 3-də 6. Çıx 3-də 1. O da bərabərdir. 2 çıxılsın. 2 bölünsün. 3-də 5. Bu 3 qalxacaq yuxarı. 2-yə dəyəcək. Olacaq 2 çıxılsın. 5-də 6. Bunu da yerinə 5-də 10 yazaram. 5-də 10-dan 5-də 6 çıxanda qalacaq 5-də 4. Yəni 0-10-da 8 C bəndi. 43 nömrəli sual. Bu tam dəqiq görünmür uşaqlar. Görək burada neçə yazıb. 9 üstü 9 kimi yazıb. 9 üstü 9 vur. 8 üstü 3. 16 üstü 4 bu görünür. Aşağıda 32 üstü 4, 27 üstü 6. Yəqin ki, belədimsə. İndi buna uyğun sadələşdirək. Bərabərdir. 9 üstü 9-u belə yazaram. 3-ün üstü 2, üstü 9 olacaq. 3 üstü 18 vurulsun. 8 2-nin kubudur. Üstündə də 3-ü 3-ə vuraram. 9 olacaq. 2 üstü 9 vur. 16 2 üstü 4-dür. Üstündə də 4. 4-ü 4-ə vuranda olacaq 16. 2 üstü 16. Aşağıda. 32 2 üstü 5'dir. 5'i 4'e vuraram. Olar 20. 2 üstü 20 vur. 27 3 üstü 3'dür. 3'ü də 6'ya vuraram. Olacaq 18. 3 üstü 18 bərabərdir. Biraz da sadələşdirək. 3 üstü 18 vur. 2 üstündə 9 ilə 16'nı toplayaram. Olar 25. Aşağıda 2 üstü 20 vur. 3 üstü 18. 3 üstü 18'lər gedər. 2 üstü 25'i də 2 üstü 20'yə böləndə 25'dən 20 çıxlar. Qalar 2 üstü 5. 2 üstü 5'də 32'dir. Y bəndə. Afərin. Yaxşı yazıb kimdisə. Ümumiyyətlə kimdisə riyaziyyatı bilir. Uşaqlar Venn diaqramı ən gözəlidir bu tip sualların. A çoxluğu bir də B çoxluğu. 1 2 3 4 5 3 4 5 6. Ortaq gördüyüm qədərilə 3 4 5'dir. Onda buraya yazaram 3 4 5. A-ya qalır 1 2, B-yə qalır 6 7. A çıx B 2 dənədir. Üstəgəl B çıxadı 2 dənədir. 4 dənə. C bəndi. Katetləri 5-12 nisbətində olan düzbucaqlı üçbucağın 5K, 12K, onda hipotenüs də 13K olur. Perimetri 90'dır. Toplayaram hamısını. 5K, 12K eləyir 17K plus 13K, 30K bərabərdir 90. K bərabərdir 3. K 3-dürsə 3'ü 13'a vuraram. 39. Cavab oldu B bəndi. Burada nəsə diqqətsizlik eləyib. 5K ilə 12K-nı toplayıb 90 eləyib. Perimetr 90 deyir. Orada səhv yazıb. 0 10-da 5-dən böyük və
yəni 2-də 1-dən böyük, məxrəci 16 olan ixtisar olunmayan düzgün kəsrlərin cəmini tap. Uşaqlar 2-də 1-dən böyük olmalıdır. 2-də 1 onda yazaram 16-da 8. Bundan böyük məxrəci 16 olan ixtisar olunmayan düzgün kəsrlərin cəmi. Uşaqlar, əslində tək-tək yazmaq daha əlverişlidir. 9 ixtisar olunmur. 16-da 10 ixtisar olunur, 11 olunmur. 16-da 13 olunmur. 16-da 14 olur. Bəli, 15 olurmu? 3 və 5 olmur. Məsələn, bax bunlardır. Deməli, 0.5-dən böyük, 16-da 7 olmaz. 9 olar, 11 olar, 13 olar. Bu neçədir? 15 də yəqin ki yazıb bura. Bunların cəminə baxmalıyıq. Bu 20-dir. Bu 20-nin üstü 15 gələndə, 13 gələndə, 33-dür. 33-ün də üstü 15 gəl. 33 plus 15, aşağıda da 16. Edir 48. 48 böl 16, o da bərabərdir 3-ə. Cavab oldu 3. 47. Bərabər tərəfli üçbucağın dünən demişdim uşaqlar. Bərabər tərəfli üçbucaqdan da düşəcək. Təpə nöqtəsindən medianların kəsişmə nöqtəsinə qədər məsafə 6 kök 3-dür. Bu üçbucağın tərəfini tapın. Uşaqlar, bura qədər 6 kök 3-dürsə, buradan bu tərəfə bunun yarısı qədər də 3 kök 3-dür. Onda bura bütöv oldu 9 kök 3. Bilirik axı bu 60 dərəcədir. Onda burada 30 dərəcədir. 60 dərəcənin qarşısındakı 9 kök 3-dürsə, 30 dərəcənin qarşısındakı 9-dur. Onda burada 18-dir. Deməli tərəfi də oldu 18. Yoxsa 48. Uşaqlar, xatırlayırsınız, mən yazmışdım. Baxın, eyni ilə həmin sual düşüb. Bu ikisinin cəmi buna bərabərdir. Vəssalam. 100 bərabərdir 70 üstəgəl x. Dünən nə demişəmsə düşün. X də bərabərdir 30-a. Məsələn, bunu düz yazım. 49. Diaqrama əsasən Q bərabərdir M üstü, M plus K-nın üstü 3. Vur N çıx P-nin kənardan kvadratı dərəcəsini tapın bərabərdir. Uşaqlar, gəlin deməli. M-in dərəcəsi 8-dir. Bax, bunun üstünə yazıram 8. N-in dərəcəsi 10-dur. Bunun üstünə yazıram 10. K-nın dərəcəsi 4-dür. Uşaqlar, K-nın dərəcəsi 4-dür. 3 də var axı burada. Ona görə bunu 12 yazıram. P-nin dərəcəsi də 6-dır. Burada 6 yazıram. Biz ən böyüyü götürməliyik. Təbii ki, ona görə 12 olur. 12 vur, belə deyək, x üstünə 12 yazaram. Vurulsun. Burada ən böyük 10-dur. Kvadratı olduğu üçün olur 20. X üstü 20-də 10 yazım. Olacaq x üstü 32. Cavab oldu 32. Növbət 50-ci sual. A bölü 3, B bölü 5. Baxın, bundan da demişdim. Bu nə olur? 3B bərabərdir 5A-ya düzdür. Buradan yazırsam B bərabərdir 5K, A bərabərdir 3K. Dünən demişdim də uşaqlar. Bundan əvvəlki izaha baxın. Mütləq ki, bunu da göstərmişdim orada. Aparıb yazırsan yerinə. 3K üstə gəl 5K bərabərdir 32. 8K bərabərdir 32. K bərabərdir 4-ə. K 4-dürsə, B olacaq 20, A olacaq 12. 20 çıx 12-ni soruşur. Bu da eləyir 8. Cavab oldu 8. 51. 5 ədədinin tərsi ilə əksinin fərqini tap. 5 ədədinin tərsi 5-də 1-dir. Əksi də mənfi 5-dir. Olacaq 5 tam 5-də 1. Yəni 5 tam 10-da 2. Məsələn. ABC bərabər yanlı düzbucaqlı üçbucağında ASB 90-dır. BD təm böləndir. Əgər bərabər yanlıdırsa, onda bura 45 dərəcədir. CD 8-dir. AD'nin uzunluğunu tap. AD'nin uzunluğunu tap. Deməli uşaqlar, bura A'dır. Bərabər yanlı olduğu üçün bura A'dırsa, burada A'dır, onda bura olur A çıx 8. Sonra nə var əlimizdə başqa? Bir də oxuyaq. ABC bərabər yanlı düzbucaqlı üçbucağında ASB 90 dərəcədir. Tamam. BD təm böləndir. Təm böləni bizə niyə versin? 23 onda 5, 23 onda 5 olur. Bir şey yaramır hələ ki.
CD 8'dir. Tamam. AD'nin uzunluğunu tap. Bilirsiniz nə etmək olar? Baxın, burada A kök 2'dir axı. Tənbəlin xassəsindən istifadə edə bilər. A kök 2 böl A çıx 8 bərabərdir A bölünsün 8. Buradan A'lar ixtisar gedər. A çıx 8 bərabərdir 8 kök 2. A da bərabərdir 8 kök 2 plus 8. Bunu yatır burada yazsam 8 kök 2 plus 8 çıx 8. Onda bunlar gedəcək, qalacaq 8 kök 2. Qısa şəkildə alındı. Boş olmayan A və B çoxluqları üçün A ilə B-nin kəsişməsi bölürsən 3-ə bərabərdir. B-dən A-nı çıxırsan, bölürsən 8-ə. Birləşmə 48 olarsa A kəsişmə B-ni tap. A kəsişmə B-ni tap. Onda gəlin belə eləyək. Bir dənə Venn diaqramı çəkək. Bu A olsun, bu B olsun. Bura X olsun, bura Y olsun. Burada bir Z olsun. İndi bizə deyir ki, baxın bunu çarpaz vursam. Bir dənə diqqətlə baxın, bunu çarpaz vursam 3 dənə N B çıx A bərabərdir 8 dənə N A kəsişmə B. O deməkdir ki, N B çıx A 8K'dır. N A kəsişmə B 3K'dır. B çıx A bu tərəfdir. Z-dir. Z-in yerinə yazıram 8K. Kəsişmə də X-dir. Burada olur 3K. Və eyni qaydada bunu da çarpaz vursam, buradan N B çıx A bərabərdir 8 dənə N A çıx B-yə. N B çıx A neçədir? 8K. 8K bərabərdir 8 dənə N A çıx B. N-lər gedər, burada qalar K. Hamısında cəmi 48'dir. 12K bərabərdir 48. K da bərabərdir 4'ə. K 4'dür. Onda bura qalır 4. Bura olur 12, burada olur 32. Bizdən də kəsişməni soruşurdu. Kəsişmə oldu 12. Neçə yazıb? Növbət. Alfa, beta, gamma 5, 4, 6'dır. Gammanı tap. Uşaqlar, bunların hamısının cəmi 360'dır. Bunu da dönən demişdim. Onda 5K, 4K, 6K. 5K üstə gəldi 4K plus 6K bərabərdir 360. Neçə eləyir? 15K eləyir. Bərabərdir 360. Deməli, 50 düşürmü? Neçə düşür? K bərabər 3'ə bölsəm 5K bərabərdir 120. K da bərabərdir 24. K 24'dür. Gammaya da 6K demişik də. Gamma bərabərdir 6K. O da 6 vur 24. 144. Cavab oldu 144. Və nəhayət sonuncu 55-ci sual. X kub çıx 64 X çox ədlisinin vuruqları A-dır. Onda X kub çıx 64 X-dirsə, X-i çıxarsam qalacaq X kvadrat çıx 64. Hətta mən bunu birbəşə yazarım. X çıx 8 X plus 8. B bərabərdir X kvadrat çıx 2X çıx 48. Uşaqlar, bu da hasili mənfi 48 cəmi 2. 8 ilə mənfi 6'dır. O da X plus 8 X çıx 2. İndi uşaqlar, bu ikisinə baxanda A ilə B-nin ortağı X plus 8'dir. Bura qalır X plus 8. X plus 8'ləri sildim. B-yə qaldı X çıxılsın 2. Bura oldu X çıx 2. A-ya da qaldı X vurulsun X çıx 8. Vəssalam. Diaqramda doldurduq. Vəssalam uşaqlar, ümid edirəm ki, izahları bəyəndiniz. Hesab səhv eləmişəmsə rəy bölməsində qeyd edin. Biraz sürətli izah elədim ki, tez izləyib baxa bilin, yoxlaya bilin cavablarınızı. Ona görə hesab səhv eləmiş ola bilərəm. Bu qədər uşaqlar, növbəti videolarda görüşəndək. Sağ olun, hər birinizə uğurlar.